Sidiyə tez-tez gedən insanlar, sidiyə tez-tez getməsi bezdiribsə, o zaman bu resepti sona qədər izləyin. Çünki mən sizə mükəmməl bir təbii vasitə deyəcəm. Bu vasitə ilə siz sidiyə tez-tez getmənin qarşısını alacaqsınız. İlk öncə zəhmət olmasa videomuzu bəyənin, videomuzun şərh bölməsində davam yazaraq bizə dəstəyinizi nümayiş etdirin. 1 çay qaşığı gülxətmi çayını 1 stəkan suda 10 dəqiqə dəmləyin. Üzərinə 2 çay qaşığı alaqanqal balı əlavə edin. Gün ərzində bunu bir dəfə daxilə qəbul edin. Bu dediyim resepti sentyabrda etmək çox vacibdir ki, sidiyə tez-tez getmənizin qarşısını ala bilərsiniz. Gülxətmi çayını apteklərdə tapa bilərsiniz. Alaqanqal balını əgər tapa bilməsəz, o zaman ekranda gördüyünüz arısı ilə əlaqə saxlayın. Alaqanqal balını sifariş edin. Bu resepti sentyabr ayında edin. 050 458 1991 nömrəsi ilə əlaqə saxlayın. Azərbaycanda hər bir yerə pulsuz çatdırılma mövcuddur. Sizin sağlamlığınız üçün çox vacib bir reseptdir.